Ay cəmaət, bilirsiniz necədir? Bu O futbolçular. ki var. Çox Çox qəliz qəliz məsələdir. məsələ. Liverpool biz belə çox təriflədi. Gözdəydi deyəsən. Hə. Mən Yəni keçən Arne Slot biraz Hə. tuz çörəkdi hə oyunçuların başına. Ha, yox, nəsə bir şey oldu. Çox təriflədim. Ya da bir təzə sponsor tapsınlar belə burada belə göz muncuğu Hə, yox, konkret nəsə. sinədə. Əslində Liverpoolun bu qədər pul xərcləməsini mən düzün desəm gözləmirdim. Yəni heç gözləmirdim ki, yəni Virtsi almaq istəyərlər. Yəni bu 100% Arne Slotun istəyi olub. Belə Virtsi deyirsən niyə istədilər alsınlar? Virtsi axı ötən 2 mövsümdür. Leverkusenin elə dayağı idi, ən çox parıldayan oyunçusuydu. Hücumunu da elə bir şey var ki, Arne Slot onu düzgün istifadə eləmir. Ümumiyyətlə Florian Wirtz sistemin bir hissəsi deyil. Florian Wirtz sistemin özüdür. Yəni sistemi əsaslandıran bir oyunçudur. O həm 10 nömrə kimi oynayır, həm də 8 nömrə kimi oynayır. Yəni bu adam temp verir, tempi aşağı salır, hücumu sürətləndirir. Belə bir oyunçudur. Və Arne Slot onu götürüb qoyur 11 nömrə kimi oynayır. Belə deyək də yer tapa bilmir. Yəni belə sıxmasını soxub onu Salahın qaburğasına ki, dava gir oyna. Sən necədir? Biraz şey görsənir. Necə deyim? Virsə görə Salahın da məhsuldarlığı aşağı düşür. Arne Slot nə edə bilər? Arne Slot məcbur olmalıdır ki, belə deyək də, komandanı yıxsın başını desin ki, ay cəmaət, bilirsiniz necədir? Bu futbolçular. O ki var. Çox qəliz məsələdir. Deməli belə oynayırıq. Virts oyur 10 nömrə. Siz Virtsin o necə deyirlər, skripkasında oynamalısınız. Başqa yol yoxdur. Yəni Virts bu oyunun prosessoru olmalıdır.